Niyə diplomlarınızı tanıda bilmirsiniz? Təhsildə Keyfiyyət Təminatı Agentliyi bəzi səbəblərdən diplomların tanınmasına mənfi rəy verir. Bu səbəblər 1. Universitetin akkreditasiyalı olmaması, 2. Tələbə təhsil aldığı ölkədə müəyyən olunmuş normativ təhsil müddətindən az oxuması, 3. Dövlət nümunəli olmayan diplomların təqdim edilməsi, 4. Təhsil formasındakı uyğunsuzluq, 5. Təhsil müddətinin Azərbaycandakı təhsil müddətindən az olması. Bu səbəbdən yalnız universitetin akkreditasiyaya malik olması diplomun Azərbaycanda tanınacağı anlamına gəlmir. Diplomun Azərbaycanda tanınması üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsi vacibdir. Daha ətraflı məlumat üçün Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi 34 saylı qərar ilə tanış olmağınızı tövsiyə edirik. Qeyd edək ki, bu qərar bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrə şamil edilir.